Sabahınız xeyir, gün ortağınız xeyir. Necəsiz? Çox qışqırmayım, öyrəşmişəm qışqırmağa. Bugün Kəbə vloguna davam edirik. Dünən çəkmədim çünki ilk gün heç kim icazə vermədi bizi çəkməyə. Çox da qışqıra bilmirəm, insanlar narahat olacaq. Ona görə gəldik otelə, yerləşdik. Otel çox gözəldir, həqiqətən oteli çox bəyəndim. İstəyirəm otel tur eləyəcəm sizə. Bir iki videoda çəkdim ayaqlarım. Biz demək olar yatmadıq dünən. Burada da fərqli olaraq şey var. Bax, bu belə bir şeydir. Bunu hamımıza payladılar bizə. Məsələn, biz otaqda 4 nəfər qalırıq da. Bundan da 4 dənə, oda kartından da 4 dənə. Hətta necə sönür? O bir oteldə bir dənə verirlər. Heç yemək kartı belə vermirdilər də, yəni yemək kartı da yox idi. Hə, indi düşək yemək saat 7-dən 10-a kimi ya 9-a kimidir yemək. Hazırsınız? Evet. Can Sevincim, can. Necəsiz? Allah kızını sen tezleyeceğim, kaybol versin. Benim sebep Allah'ın olsun. Teyzaşım, Allah koysa inşallah sevinersin. mən də o vaxta sizə o vaxta kimi sonra otel tur eləyim. Çəkimlər başladı. Şəkil nə şəkildir ki? Tükə oxşuyur. Biraz otel tur eləyəcəm sizə. Baxın. Yenə mənzərə şəkilləri. Nə oldu? Lift gəldi. Ne oldu? Mən heç oxudum. Burada yanğın mərdivənləri klasik. Burada bir dənə də var. Bura bizim odamız. Sizə bir şey göstərəm. Bax, bunun bayağı bildiğiniz böyüdü. Yəni iridir belə. Yenə həmənkindən. Burada da kartı bir yere soxmursan, deyə şəkildir. Burada sadəcə kartı bax bu hissəyə oxudursan belə. O güzel. Thank you very much. Welcome. Ne? Ondan. Siyadım gelmiş, sen ne diyorsun? Ben ne diyorsun? Tam sözün sen. Yaxşı sözlüsən, pis sözlüsən. Pis sözün sen. Başlayana çekersin. Holda yam gözləyirik. Saat 7-nə qədər var. Neçə dəqiqə var görürsən saat 7-yə? Bence 2-3 dakikamiz var. Çok değil. 2-3 dəqiqə sonra yemək ağızda. 5 dakikamız var. 5 dəqiqədən sonra yemək, yeməkdən sonra otaqda dəstəmaz, sonra Çalışırsa Wi-Fi tutur burada. ha, paltar, sonra inşallah Kəbəyə gedəcəyik, oranı çəkəcəm. Sağ olun. Sağ ol. Ben de burada Wi-Fi yedim. Kartdan çox geçin. Wi-Fi şeydir. Burada tutuyor bende. Yukarıda tutmuyor. Bende de burada. Burada kodla idi. Məndə də kodu 3 dənə 600. Var 3 tane 600. Valet Gel açtım 2G, ben. 5G'de. 2G-də 5G-də fərq yox. Gelin ben sana işte. Ne yaxşı ki sen varsın, seni verene şükür ya Allah. Kişi de ne yanımızdan gayrı aybacı. Aybacı şefanın gözüne Allah çıra. Oturuyor şefası. Uy Allah tarım geçti. Hadi gideyiz. Yan bayanca otururlar. 2 kresoda 2 nəfər oturub. Şəkillər. Qoşdum internet. Adamın bu gözlerine şey yorulmuş. Danışma. Gönder. Gönder bir yaxşısın. Belə 5 dəqiqə sonra görüşərik. Çalışdığım qədər bütün yeməkləri çəkəcəm. Reklam amaçlıdır. Tur rəhbərimizin də niyə olmasın deyərekdən hesablarını düz bura qoyuram. Nə qədər sosial hesab varsa bax buradadır hamısı. Biz kart taxmamışam. Amma o biri vloglarımda görmüşsünüz zaten. Sizə də taxmışdım, elə göstərmişdim. Videolarda elə başlatmışdım.
Yadıma düşdü ki, otağımın heç birini çəkməmişəm. Otaq nədir? Otelin belə holunu çəkməmişəm. Çox qəşəngdir. Biraz gəzə də bilərəm əslində, bilmirəm. Qapısı, girişləri, pərdələri. Mən bu kolondan, o iki kolon arasında olan o işığa çox xoşuma gəlir. Yuxarı 2 restorandır. Pilləkənlə də qalxmaq olur falan. Böyle. Biraz elə bir gəzə bilərəm. Deyirəm mən. Güzel güzel. Namlanlar. Bekliyoruz. Nasıl? Ben de gidip getirin de. Nam çeşitləri, tatlılar. Sən çox yemək yeməyəsən. Sokto, Freddy. Salat. Sol niye oynuyor yerinden? Görsünüz. Ben size yaxşı koymuştum. Hara? 3 Ora nefer geldi oturdu. 6 nəfər diyor ora. Ablam 3 nefer geldi oturdu. Ama Hiç indi ne demirlər. biz oturduq. Bizim qrupdan gəl yanımızda oturacaq. Doğru demiyor muyum? Sen haklısın her defa. Her defa haklısın. Bıyık bala, bıyık bala. Nyam nyam ye yatsana videonu. Bıyık bala, bıyık bala. Onun da ben buraya gelmemde desteği var. Yanında kalktı Bir neçə məlumat verək dünənlə bağlı, dünən əməllər yerinə yetirdik. Hansı əməli nə üçün yerinə yetirdik, hansı əməli nə cür elədik. Məsələn, Səfa Mərvədə niyə yeriyirdik, yaşıl işığın altında kişilər nə üçün qaçırdı və yaxud da təvaf niyə görə, bu haqda məlumatlar verək inşallah ki, məlumatınız olsun. İbadət, itaət, ziyarətlərimizin dərəcəyə qəbula yetməsinə xatir Peyğəmbər, Ali Peyğəmbərə sələvat ediyyə.
çəkiliş eləməksə rahat edə bilərsən. Rahat ol. Rahat ol. Sən çəkirsən, Allah ziyarətlərinizi qəbul eləsin. Əziz hacılar və hacı xanımlar. Allah layiqli şəkildə bu adı üzərimizdə daşımağı bizlərə nəsib eləsin. Dünən demişəm, bir daha təkrar edilən bir də söz. Bu gördüyümüz sarı bina ki var, Həzrəti Peyğəmbər Əkrəmin dünyaya gəldiyi evdir. Peyğəmbərin doğulduğu evdir. Yəni evin yeridir, belə deyək. Təbrik düşmüsən. Əbdülmütəllib deyir, heyvanat mənimdir, onların sahibi mənəm. Amma Kəbənin sahibi məndə öləm. Kəbənin öz sahibi var. Kəbə sahibi özü Kəbəsini qoruyacaq. Ki, eşitmişsiniz məsələdə ki, bura həmin hücum vaxtı Allah əbabil quşlarına əmr eləyir və o quşlar üst yuxarıdan atdıqları daşla o filləri sanki yerə yapışdırırlar. Həmən bu ərazilər ki var, bu ərazilərdə olan evlərin demək olar böyük əksəriyyəti olub Əbdülmütəllibin. Bu tərəfdə olan bu təharətxana ki var aşağıda, təharətxana ki var, ayaq yolu ki var. Burada olub Əbu Ləhəbin evi. Eşitmişsiniz, Quran-Kərim oxuyanlar bilirlər. Allah Quranda ayə buyurur. Əbu Ləhəbin əlləri qurusun. Qurudu da. Ayə ilə bu cürdür. Həmən o Əbu Ləhəbin yaşadığı ərazi olub, evi olub, indi hal-hazırda təharətxanadır. Təharətxana kimi fəaliyyət göstərir. Ümumən, Allahla kim düşmənçilik aparıbsa, sonu bu olur. Allahla kimin düşmənçiliyi olursa, sonu bu olur. Kim Allahla düşmənçilik aparmırsa, onun evini belə görəndə insanlar həsrətlə baxırlar. Necə ki, bu dəqiqə o evə həsrətlə baxırsan ki, burada mənim Peyğəmbərim dünyaya gəlib. Bu bizə bir dənə nümunədir. 2 dənə üzbəyüz evdir. Bir evdə Allahın əzizi dünyaya gəlib, bir evdə Allahın əzizi ilə düşmənçilik aparan evidir. Allahın əzizi ilə düşmənçilik aparan evinin bu dəqiqə gəlirləri çoxdur, amma məqsəd başqadır da. Amma Allahın əzizinin evinə giriş olmasa da, baxanda həsrətlə baxırsan, baxanda böyük bir məhəbbətlə baxırsan, istəyirsən kaş bilər daxil olum ora. Allah bizi də ölüb gedəndən sonra, dünyadan köçəndən sonra bu cür nişan qoyanlardan qərar versin inşallah. Dünənləri həmd olsun Allaha, heç kimin boynuna kəffarə gəlmədi, heç kimin boynuna bir günah gəlmədi. Hamı gəldi hamı. Uçul için buradan gelen de Allah koysa. Geldi hamı. Yaxşı, qalan yoxdur. Hamı qulaq asın, gəlin biraz yaxından, gəlin. Allah kabul etsin. Allah etsin. Bak, buradan geldiği o yolda başlayacağız tevafa. Duasırsan. Yüzden tevafa başlayacağız. Tevafa başlayacağız.
niyyət eləyəcəyik. Ümrə-i müfrədənin nisə təvafını edirəm, qürbətən ilallah. Müfrədə sözü yadından çıxarca ümrənin nisə təvafını edirəm. Qürbətən ilallah. Düdün, başladı. Bir dəfə dövr elədik. Geçdiyimiz ki, burada qurtardı. Bu günbəzi. İbrahim məqam. Baba bu divar var ha, bu divar. Bu divarın altında, bu yaşıl ışıqla sarı kərpicin ortasında, hər hansısa bir yerdə, qutaran təvafın keçir ora, orada namazını qılır, oturur orada. Yaxşı? Məncə Vəysarı tapacaq, yaxşı? Gəl tapacaq. Hə, deyirəm, orada oturur, məncə tapacaq. Bir dəfədən, təvaf qutarana qədər arxaya baxmırsan, qiblədən dönmürsən, çiyinlərin dönmür, arxaya dönmürsən, dəstəmaz məsələsi, eyndə hamın dəstəmazı var da. Bitti. Otelə qayıdırıq. Bugünkü. Buradan çıxanda deyəsən su olacaq da. Nəsə yaxşı istələmədim.